Mən bugün sizə son illər cavanlaşan cinsi zəiflik haqqında danışmaq istəyirəm. Bu ondan ibarətdir ki, son illər mənim apardığım müşahidələrə əsasən görürəm ki, 25-35 yaş arasında bizim cavan yaşlı kişilərdə cinsi zəiflik artmaqdadır və bu zəiflik erektil disfunksiya müxtəlif formalarda özünü biruzə verir. Aparılan araşdırma nəticəsində mən qənaətə gəlirəm ki, burada əsas səbəb onların gənc cavan yaşlarında yoluxduqları infeksion xəstəliklər, əsasən də cinsi infeksiyalar, bundan başqa xaya nahiyəsində olan iltihab proseslər və bundan başqa sinir psixoloji durumda olan müəyyən gərginliklər də onlarda cinsi zəifliyə gətirib çıxartmışdır. Amma bundan başqa bir qrup bizim pasientlərdə cinsi zəifliyin səbəbini onların internet, sosial şəbəkələrdə vaxt keçirmələri və burada onların tanışlıqları və virtual aləmdə olan müəyyən onların cinsi maraqları və onları həyata keçirmək üçün atdıqları addımlardır ki, bu da sonda onların sinir psixoloji durumunun pozulmasına və cinsi zəifliyə gətirib çıxarmışdır. Məhz buna görə də cinsi zəiflik müşahidə edildikdə bunun qarşısını vaxtında almaq lazımdır ki, sonradan o xroniki formaya çevrilib orqan və sistemləri zədələməsin və eyni zamanda həmin şəxslərin sinir psixoloji durumunu gərginləşdirməsin. Məhz buna görə də cinsi zəiflik vaxtında müalicə olunduqda müsbət nəticə əldə etmək olar.